Assalamu aleykum, əziz dostlar, gözəl Zaqatalarımız, əziz Bakılılar, Bakıdan yaxşı ev axtaran, şəraiti olan, gözəl həyat bacası olan 12 sot həyat, şəhərimizin də gözəl yerində, əziz dostlar. Əziz dostlar, bu yol Zaqatala Balakən yoludur. Günəş Plaza, Şadıq Sarayına üzbəüz bu yolda, tam asfaltın dibində. Gözəl bir dənə villa. Dostlar, həyəti göstərəcəm. Möhtəşəm həyəti var. Dekorativ ağaclar. Gir istirahət elə yaşa. Evimiz Bakı ilə, mənzil evi ilə, bina evi ilə də barteri var, əlavə daplatı ilə. Sən görürsünüz, buradan, bura kimi divarı, 2 dənə girişi var. Ətraflı içərdən göstərəcəm dostlar. Gözünüzlə görəsiniz ki, inşallah inanasınız. Baxan gözləriniz də var olsun. Gəl. Dostlar, belə gözəl darvazalardan daxilə, bəh, şadlıqlara gələrsiniz. Baxın dostlar, sizi hara gətirmişəm. Operator, çək zəhmət olmasa, tələsməyib bu gözəlliyi bir göstər. Dostlar, evimiz 2 mərtəbəli evlərdir. Zəlzələyə davamlı, monolitlə, çox möhkəm tikilən evlərdir. Evləri ətraflı göstərəcəm. Navesi görürsünüz. Girişdə bir dənə gözəl bir dənə navesi. Maşın saxlamaqdan ötəri, xeyli işlər keçirməkdə. Hələ nələr var, nələr. Operator, gel dalınca. Görürsünüz bir dənə yay besetkası, qəşəng bir dənə yay besetkası. Burada otursun, istirahət etsin inşallah. Gələn qonaqları qarşılayırsınız. Həyətimizdə dekorativ ağaclar. Baxın. Dekorativ ağaclar. Hər növ ağacdan var. Gülü, çiçeği, dekorativ ağacların şamı, qiymətli ağaclar da var. Dostlar, qiymətli ağaclar da var. Daha mən həyətdə ferxuha da gördüm, paliması var. Ətraflı tələsməyib göstər, operator. Bax, buradan giriş balaca qapısı. Burada balaca giriş qapısı. Buradan bir dənə zəhmət olmasa, belə göstər həyəti. Bax, bu hissəni göstər. Dostlar, gül bülbülü çağırır, əziz dostlar. Gül bülbülü, əziz Bakılılar, Azərbaycanımıza müraciət. Kim belə gözəl, möhtəşəm evə sahib olmaq istəyirsə, inşallah tələsməyib gəl. Bax dostlar, evimizin önü. Evimizin önü, ağaclar, rəngbərəng, növbə-növ gözəl, biri-birindən gözəl ağaclar. Dostlar, evimizdə görürsünüz. 2 mərtəbə, alt, üst monolitlə tikili, zəlzələyə davamlı, kişi əziyyət çəkib, əziz dostlar. Həqiqi, bu ev sahibinin burada əziyyəti böyükdür. Ətraflı göstərəcəm. Deyəcəksən Ramiz adaş, niyə belə deyirsən? Gəl bir dənə zəhmət olmaz. Əziz dostlar, ağacları görürsünüz bir-bir. Gəl bizə tez göstərək. Deməli, buradan daxil oluruq. İstə qış evi olsun, istə yay evi olsun. Əziz dostlar. Deməli, burada bir qəşəng evimiz, həyət evimiz. Bax. Buna ruslar deyirlər zimli. Belə gəlirsən, bax. Burada sanitar qoşağı, göstər. Sanitar qoşağı. Sanuzeli genişliyine bak. Gör ne güzel geniş sanuzeli var. Bak burada da inşallah gelen qonaqları qarşılamaq, kuxna mebelindən tutmuş, qonaqları qarşılamaq üçün gözəl bir dənə yerimiz. Bax dostlar, ətraflı. Otur istirahat elə. Gələn qonaqları qarşıla. Dostlar, həyətimizdə hər cür meyvələr var. Operator göstər, tələsməyib. Alması, armudu, alçası, ferxuası, gilası, fındığı, Zaqatalamızın kralı olan fındığı. Bax dostlar, gülü çiçək, həyətə bax. Həyətimizdə rovna 12 sot, orada var, biraz nələri də var, 12.5 belə də. Dostlar, gəl bax, gəl göstər, operator gəl bax. Bax dostlar, göz havalığı verin, bax. Gözəl Yapon əzgili, sapsarı. Bax, narı. Hər ağacdan var. Həyətimizin üstün cəhədi nədir? Bax, 12 sotdur. Dediyim kimi evlər yuxarıda villa. Bax, 2 xodu var, 2 girişi var. Oradan da girişi var. Beləsində də girişi var. Dostlar, gəl bura. Bu şamları, bax, şamları göstərsənə bir dənə. Gözəlliyə bax. Kim baxıb salaq olsun bu həyətə. Bax. Buradan da bir dənə girişi var. Operator, gəl bura. Tez gəl. Bax. Əziz dostlar,
Burada iki qardaş ola bilər, iki əmioğlu, yaxın qohumlar ala bilər, iki bacı ala bilər ki, hərəsinin xodu addellidir, girişi addelli. Bax, buradan da xodu var, buradan da. Hər iki adam alıb, ola bilər ki, ortadan bölərlər məbləği, qiymətimizi məbləği ortadan bölürlər. Bu burada ev tikər, o orada hoca hazır ev var. Bir dənə gəl zəhmət olub tuta bilər. Əziz dostlar, çıxdıq buradan çölə. Dediyim kimi iki xodu var. Gəl. Dostlar, bir dənə gözəlliyə bax, bir dənə gözəl. Evimizin yanında da məktəb var. Evimizin aşağısı, məsələn, kimi evladlar varsa buranı alır inşallah. Məktəb düz yanında, yanında məktəbi. Əziz dostlar, evimiz orada. Akşamları da bura çıxırsan, otursan burada stol qoyub, bir dənə çaylaq operator zəhmət olmasa göstər. Çıxsan çaylaq havasına. Evin önü dağlar, çaylaq. Çox gözəl, çox möhtəşəm yerdə yerləşir. Gəl inşallah təzərdən evi çəkək. Baxın dostlar, alçasından tutmuş. Hər bir şey var, iri gilası. Hər şey var. Əziz dostlar, bax, həyəti də görürük. Gəl bax. Evi bir dənə yuxarısını götürün. Bir dənə balkonu, evin gözəlliğini götürün. Gəl zəhmət olmuşsun. Əziz dostlar, bizim villamıza gözəl bir qapıdan daxil olub, dəmir qapıdan gəl inşallah. Operator. Dostlar, girişdə gözünə belə geniş sal. Burada mətbəx. Dostlar, onu vurğulayayım ki, mebel, hər bir şey gördünüz, xaladellik, əşyalar, nə var qalır? Kombi sistemidir evimiz, bax. Bu ikinci otaq operator göstər zəhmət olmasa. İkinci otaq. Ya burası sanitar qoşar, sanuzeli göstər. Bir dənə zəhmət olmasa. Pilləkənləri göz dostlar. Spes pilləkən yığılıbdır maşallah gözəl taxta ilə. Gəl bura. Üstəlik ikinci mərtəbəmizdə, bax, buranın da ikinci mərtəbənin də sanitar qoşar, sanuzeli də var. Göstər. Girişdə bir böyük zalımız. İkinci mərtəbənin girişində böyük zalımız. Altı üst monolit. Yataq otağını çək. Çək yataq otağını, zəhmət olmasa. Bir dənə otaq burada. Hamı yerə kombi çəkilir. Hər yer kombilər, dostlar. Orada da üçüncü otağımız var, balaca balamız yatıb, onu gün narahat eləmirik. Dostlar, əsas budur, mən sevdiyim. Operator, tələsmi buranı çək. Bax. Bir dənə həyəti də göstər. Bax, burada həyəti göstər. Gəl bu yana, operator. Həyətin möhtəşəmliyi, dostlar, əziz Bakılılar, kim Zaqataladan gözəl bir evə sahib olmaq istəyirsə, Rusiyada olan qardaşlarımıza müraciət edirəm, qürbətdə olan, xaricdə olan, belə gözəl panoramik yerdə, kim gözəl bir yerdə belə evə sahib olmaq istəyirsə, evimizin ilkin qiyməti 385.000 manat, 385.000 manat ilkin deyilən qiymətdir. İnşallah razılaşma yeri var. Əziz dostlar, bax, gəlin, ətraflı baxın. Allah'ın izniyle gelin. Bak göster buranda. Bak göster. Ya dediğim gibi yanında da məktəbi. Evlerde alt üst monolit süper. 077 512 74 76 nömrəsilə. Yaşamayın dur. 051 759 70 60 hər iki nömrə ilə əlaqə saxlaya bilər. Əlaqə saxlayın. Dostlar, bax kim belə bir möhtəşəm mənzərə evə, villaya sahib olmaq istəyirsə, telefon nömrənizi inşallah daim açıqdır üzünüzə. Zəng eləyin. Alana da, satana da Allah'tan xeyirlisi. Sağ olun.